Ümumdünya Səhiyyə Sammitində tükənmiş həkimlər və süni intellekt adlı çox maraqlı bir müzakirə olub. Ümumiyyətlə, süni intellektin varlığı tibb aləmi və həkimlər üçün nə qədər vacibdir? Bu və digər xəbərləri izləmək üçün sona qədər bizə baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. İsrailin səfiri ölkəmizin Səhiyyə Naziri ilə görüş keçirib. Baxaq görək görüşdə nələr müzakirə olunub. İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirilib. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krausus ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan və İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər tibb elmi, mütərəqqi texnologiyalarının tətbiqi, kadr hazırlığı və səhiyyə sistemində rəqəmsallaşma istiqamətlərində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın Səhiyyə Naziri Teymur Musayev İsrailin səhiyyə sistemində tətbiq olunan qabaqcıl təcrübənin ölkəmiz üçün maraqlı olduğunu qeyd edərək, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini bildirib. Xüsusilə tibbi təhsil, xəstəxanaların idarə edilməsi, teletibb, farmasevtika, tibbi texnologiyalar və tibbi turizm kimi sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi, habelə iki ölkənin aparıcı tibbi mərkəzləri və elmi tədqiqat institutları arasında birbaşa əlaqələrin genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib. Süni intellektin müxtəlif xəstəliklər və tibb aləmində mövcud olan hansısa bir məsələlərlə bağlı proqnozları bütün dünyanı heyrətə gətirməyə davam edir. Baxaq görək süni intellekt bu dəfə insan sağlamlığı üçün hansı məsələlərdə yalnızca köməkçi deyil, həm də çox böyük bilik mənbəyi və dəstəkçidir. Cənubi Koreyanın KAIST İnstitutunda aparılan tədqiqat süni intellektin yenilikçi yanaşması ilə hələ sınaqdan keçirilməmiş hüceyrə dərman qarşılıqlı təsirlərini və genetik dəyişikliklərin təsirini uğurla proqnozlaşdırıb. Tədqiqat çərçivəsində alimlər hüceyrə vəziyyətlərini və dərman effektlərini görünməyən latent məkanda ayrı-ayrı modelləşdirən bir generativ süni intellekt sistemi yaradıb. Bu sistem gen dərmanı və gen manipulyasiyasını modul Lego blok kimi parçalayaraq yenidən birləşdirməklə əvvəllər test edilməmiş reaksiyaları və gen tənzimləməsinin hüceyrə halına necə təsir edəcəyini təxmin edə bilər. Təcrübələrdə bu yanaşma kolorektal xərçəng hüceyrələrini daha sağlam vəziyyətə yönəldən molekulyar hədəfləri aşkar edib və laboratoriya sınaqları ilə doğrulanıb. Bu metod yalnız xərçəng müalicəsi sayəsində deyil, həm də dərman kəşfi və regenerativ tibb sahələrində geniş tətbiq potensialına malikdir deyə alimlər vurğulayıb. İnsan xoşbəxt və yaxud da kədərlidir, yəni bədbəxt. Sizcə bu xoşbəxtliyi və bədbəxtliyi yaradan nədir? Yaşadıkları, düşündükləri və yaxud da ətrafda baş verənlər? Bəlkə də qismən haqlısınız, amma alimlər və həkimlər iddia edir ki, insanlığın ümumiyyətlə xoşbəxtliyi və bədbəxtliyi onun nə yediyindən asılıdır. İndi sizi bədbəxt edən qidalar haqqında danışacağıq. Şirniyyat, alkoqol və qırmızı ət yaddaş üçün təhlükə yaradır. Şəkər qəbul etmək təkcə bədən çəkisinə deyil, həm də beynin fəaliyyətinə ciddi zərər vurur. Bu fikri həkim-nevroloq İrina Milyuxina deyib. Onun sözlərinə görə şəkər dərin yuxunun ən vacib mərhələlərindən olan konsolidasiya fazasını pozur. Bu mərhələ zamanı beyin gün ərzində əldə etdiyi məlumatları qısa yaddaşdan uzun müddətli yaddaşa ötürür və əgər proses ləngiyirsə, yeni biliklər zəif mənimsənilir. Milyuxina əlavə edib ki, şəkərli qidaların tez-tez qəbulu nəticəsində insanlarda yaddaş zəifləməsi, diqqətin dağılması, yuxu keyfiyyətinin pisləşməsi və emosional stabilliyin pozulması müşahidə olunur. Həkim vurğulayıb ki, bu təsirlər xüsusilə yeniyetmələr və zehni işlə məşğul olan şəxslər üçün daha təhlükəlidir. Mütəxəssis qara siyahıya təkcə tort və şirniyyatları deyil, həm də alkoqolu və yüksək miqdarda qırmızı əti daxil edir. Onun fikrincə bu məhsullar sinir sistemində iltihabı prosesləri gücləndirir və beyində qocalma mexanizmini sürətləndirir. Milyuxina məsləhət görür ki, şəkərin gündəlik qəbulu minimuma endirilsin. Qırmızı ət isə həftədə 1-2 dəfə ilə məhdudlaşdırılsın. Sağlam beyin və güclü yaddaş üçün balanslı qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik ən vacib amillərdən sayılır.
Bu xəbəri oxuyanda ağlımdan belə bir fikir keçdi. Uzun illər siqaretin və digər insanları aludə edən nəsnələrin xeyri və ziyanı haqqında kifayət qədər tədqiqatlar və araşdırmalar aparılıb. Məsələn, yadınızdadırsa, bir müddət alimlərin bir qrupu az miqdarda alkoqolun xeyri olduğunu deyirdi, digər qrup isə bir damcı alkoqol belə ziyandır. Eyni zamanda da tütünlə bağlı məsələlərdir. İndi həyatımıza aludə olduğumuz deyə biləcəyimiz daha bir nəsnə var. Telefonlar. Uzun müddətdir tədqiqatçılar telefonların gözə, beynə, insan psixikasına necə təsir etdiyi ilə bağlı mənfi rəylər verirlər. Bilmirəm indi telefon şirkətlərinin sifarişidir, ya həqiqətən alimlər özləri bu araşdırmanı aparıb, amma nəticə budur. Telefonlar əslində o qədər də ziyan deyilmiş, hətta bizim əhvalımıza xoş belə təsir edərək orqanizmimizə müsbət təsir göstərir. Baxaq görək nə deyirlər. Smartfonların təsiri düşündüyümüz qədər mənfi deyil. Yeni tədqiqat göstərir ki, smartfon istifadəsinin yetkin insanların əhval-ruhiyyəsinə təsiri çox cüzi və ya heç yoxdur. Amerika Birləşmiş Ştatında 10.099 nəfər üzərində aparılan və 250.000 günlük məlumatın təhlil edildiyi bu geniş miqyaslı araşdırma həm sosial media, həm də qeyri-sosial tətbiq istifadəsinin əhvalda ciddi dəyişiklik yaratmadığını ortaya qoyub. Tədqiqat göstərir ki, sosial media istifadəsi gənclər arasında mənfi təsir göstərə bilər. Lakin bu təsir ümumi əhali üçün əhəmiyyətli deyil. Maraqlıdır ki, fərdin öz əvvəlki istifadəsi ilə müqayisədə daha çox istifadə əhvalın yaxşılaşması ilə əlaqələndirilib. Araşdırma nəticəsində məlum olub ki, əhval dəyişikliklərinə təsir edən əsas faktorlar yaş və cinsiyyət kimi demoqrafik göstəricilərdir. Smartfon istifadəsi isə əsas səbəb deyil. Bu daha əvvəlki tədqiqatların əksinə olaraq smartfonun psixoloji sağlamlığa mənfi təsirinin şişirdirilmiş ola biləcəyini göstərir. Ümumdünya Səhiyyə Sammitində həkimlərin və süni intellektin bir-birləri ilə münasibəti və yaxud da həkimlərin süni intellektdən istifadə etməyi və bunun həkimlərin psixikasına necə təsir etməyi ilə bağlı çox maraqlı müzakirələr olub. Baxaq görək, həddindən artıq zəkalı, bol informasiyalı süni intellekt həkimləri usandırır, yoxsa daha rahat və həvəslə işləməyə sövq edir. Süni intellekt və tükənmiş həkimlər. Berlin şəhərində keçirilən Ümumdünya Səhiyyə Sammitində həkimlərin artan iş yükü və psixoloji yorğunluğu müzakirə olunub. Ekspertlər bildirir ki, süni intellekt səhiyyə işçilərinə dəstək ola bilər. Lakin əgər sistemlər çox mürəkkəb qurularsa, bu həkimlərin işini daha da çətinləşdirə bilər. Sammitin direktoru Axel Price qeyd edib ki, bir çox həkimlər pasiyentlərlə işləmək əvəzinə vaxtlarını sənədləşməyə sərf eləyir. Almaniyada aparılan bir araşdırmaya görə həkimlər gündə orta hesabla 3 saat bürokratik işlərə vaxt ayırır. Süni intellektin potensialı böyükdür. Lakin keyfiyyətsiz və qeyri-obyektiv məlumatlarla öyrədilmiş sistemlər səhv qərarlara yol verə bilər. Eyni zamanda ekspertlər süni intellekt sistemlərinin istifadəsində fərqli məlumatların qorunmasının vacibliyini vurğulayıb. Mütəxəssislər bildirir ki, düzgün tətbiq olunan süni intellekt texnologiyaları həkimləri yüklənmədən qoruya və səhiyyə sistemini təkmilləşdirə bilər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən öyrənin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.